Salam dostlar. Bugün SQL serverdə data tiplərdən danışacağıq. Data tiplər nədir? Deməli, cədvəldə yaratdığımız sütunların hansı tip məlumat saxlaya biləcəyi haqqında məlumat dərsidir bu. SQL-də hər sütunun data tipi olur. Bu ona görə vacibdir ki, məsələn, yaş saxlayacağımız sütunda hərf yazılmasın, tarix saxlayacağımız sütunda isə mətn yazıla bilməsin. Yəni hər verilən üçün müəyyən bir tip vardır. Deməli, bizim bu videoda iki tip haqqında danışacağıq. Rəqəmsal tiplər və mətn tipləri. Tarix və saat tiplərin tarix dərsində deyərəm onları. Çünki burada desəm ki, qarışıqlıq olacaq və yaxud başqa bir tiplər də vardı. O tiplər isə gələcək dərslərimizdə qarşımıza çıxdıqca mən onu izah edəcəm. Yəni yadımdadır ki, hansını izah etmişəm, hansını izah etməmişəm. Bu gün ən sadələri izah edəcəyik. Rəqəmsal tiplərə birinci qrup rəqəmsal data tipləridir. Yəni sadə dildə desək ədəd saxlayan sütunlardır. Burada ən çox istifadə olunan intdir. Int tam ədəd saxlamaq üçün istifadə olunur. Əsasən bunu say, ID kimi istifadə edilir. Məsələn, deyək, cədvəl yaradanda yazırıq create table, table adı. Deyək ki, user ID. Bu sadəcə insanların ID-lərini saxlamaq üçün daha çox istifadə olunur. Məsələn, cədvəl yaradanda bu şəkildə yazırıq ya da create table table name bu struktur şəkildə yazıram. Burada açanda məsələn yazırıq ki, student ID int bu şəkildə yazırıq. Yazılış şəkli budur. Yəni student ID int verilən tipindədir. Və big int vardır. Big int intdən adından gördüyü üçün böyük int deməkdir. Burada daha böyük tam ədədləri saxlamaq üçün lazımdır. Məsələn, deyək ki, burada mən görürsünüzmü, intin aralığını yazmışam. Bu aralıqdan böyük olduqda verilənlərimiz artıq big int ilə yazacağıq. Belə. Sonra small int və tiny int vardır. Bunlar isə daha kiçikləri yadda saxlamaq üçündür. Deməli, tiny int 0-255 arası ədədləri saxlayır. Deməli, biz əgər düşünək ki, istifadəçini yaşın saxlayırıqsa, int vermək bizə int ilə onun verilən tipin int seçsək heç yaxşı olmaz. Çünki niyə? Int çox böyük yer tutur. Bu qədər aralığı varsa, bunun yaddaşda böyük yer ayrılır. Düşünürük ki, maksimum bir insan yaşı 100 və yaxud 120 ola bilər. Ona görə tiny int bizə tamamilə bəs eləyəcək. Çünki 255 arası ədəd tutacaq. Yəni yaşı tiny int ilə yazmağımız bizim yaddaşımızda az yer tutmağımıza səbəb olacaq. Bu da yaxşı bir cəhətdir ki, sürətli işləyəcək. Small int də onun kimi yaddaşa qənaət üçün istifadə edəcək. Keçək desimal. Desimal isə burada maaş, pul, dəqiq onluq ədədlər üçün istifadə edirik. Yazılışı bu şəkildədir. Desimal PS. Burada duran PS onların ədədlərin mənasını deyim sizə. Baxın, desimal yazaq. Baxın, bu birinci ədəd bizim ədədin ümumi uzunluğun sayı. Həm vergül, həm də vergüldən qabaq ədədin cəmin. Məsələn, 10 vergül 2 yazsam, bu deməli 10 rəqəmli ədəddir. Vergüldən sonra 2 dənə vardır. Məsələn, belə olacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, vergül 8, 8. Bu ədədi yazmaq üçün desimal 12 yazırıq. 8 dənə vergüldən əvvəlki ədəd, 2 dənə vergüldən sonraki ədəd. Bəzən iş şəraitində daha çox 18, 4 də yazırlar bunu, bəzən 4 də yazırlar. Çünki deyək ki, bəzi ticarət obyektlərində bölünmədə ədəd belə-belə də düşə bilər. Uzun bir aralıq təkrarlama ola bilər falan filan. 18, 4 də yaza bilərik. Bu, yəni sonralar iş şəraitində gördüyünüz standart ədədlərlə yazacaqsınız. Bu o qədər yəni düşünməyə ehtiyac yoxdur bunu. Sonra keçək bit. Bit bizdə doğru və ya yanlış qərarlar vermək üçün istifadə olunur. 0 və ya 1 qiyməti alır ancaq. Biz bunu çox vaxt bəzən deyək ki, aktiv və passiv kimi ifadələrdə istifadə edilir. Məsələn, mal aktivdirsə 1 yazılsın, mal passivdirsə 0 yazılsın. Bəzən cinsi də seçmək üçün istifadə edilir. Məsələn, 0 qadın olsun, 1 kişi və ya əksinə bu tipli istifadə edirik. Sonra keçək
çara. Çar artıq bunlar mətn string tipləridir. Çar sabit uzunluqlu stringdir. Hər zaman n simvol saxlayır. Gəlin bunu izah edək. Burada yazılan n var. Görürsüz? Bunu necə yazsaq o qədər simvol saxlayır. Məsələn, bu nə zaman istifadə olunur? Onun haqqında danışaq. Deyək ki, bilirik ki, bu verilən bu sütuna həmişə 7 və yaxud 8, 9, həmişə yəni 9 simvollu bir məlumat əlavə edəcək. O zaman onu çar 9 yazır və yaxud çar 7 yazır. Burada çar 7 niyə misal yazmışam? Deyim sizə, bizim bildiririk ki, fin kodumuz 7 simvoldan ibarətdir hər kəsdə. Məsələn, 775 BC 82 oldumu? 4, 3, bəli, 8. Yəni bu bütün Azərbaycan Respublikasında olan şəxslərin fin kodu 7 simvoldur. Məsələn, bunu çar 7 yazırıq, ancaq 7 simvol saxlayır bu. Belə, yəni dediyim kimi dəqiq bildiyimiz, sayını dəqiq bildiyimiz yerlərdə istifadə olunur. Sonra var varchar. Varchar bizim ən çox istifadə olunan tiplərimizdəndir. Chardan nə fərqi vardır, onu deyək. Burada məsələn, ad falan saxlamaq üçün istifadə olunur. İndi böyük fərqini deyək sizə. Əgər char 10 yazsaq, bizə mütləq 10 dənə simvolluq yeri ayıracaq. Amma məsələn, n var char bağışlayın, varchar deyə sonra n varchardan gəlir. Varchar 10 yazsaq, biz bura məsələn 5 simvollu bir şey yazsa, yer ayrılaraq 5 simvol yer ayıracaq. Amma burada 5 simvolluq ayırsaq, yenə 10 simvolluq yaddaşa gedəcək. Yəni varçarın ən gözəl üstünlüyü biri odur ki, yazdığın qədər yer tutur. Yəni baxın burada da yapayım. Yalnız yazılan qədər yer tutur. Yəni məsələn biz ad soyadda daha çox istifadə edirik və sair obyektin adında falan filan belə şeylərdə istifadə. Məsələn varchar 20 yazsaq, varchar gəlin 12 yazaq. Mənim adım Məhəmməddir. Məhəmməd 8 hərfdən ibarətdir. 7-8 yer tutacaq. Məsələn, gəlin Rəvan yazsaq, Rəvan 5 yer tutacaq. Amma burada Məhəmməd yazsaq, yenə 10 yer tutacaq. Rəvan da yazsaq, yenə 10 yer tutacaq. Yəni data tipdə bu data tipin bir üstünlüyü odur ki, əsas üstünlüyü yazılan qədər yer tutur. Varchar, envarchar. Envarchar varcharın nə fərqi var? En qabağında o demək ki, burada Unicode-dan istifadə edilir. Məsələn, varçarda biz ə hərfidir, ş hərfidir, ö hərfidir, ğı, və yaxud Çin, Yapon və sair başqa əlifbalardakı hərfləri tanımır varçar. Çünki bu ASCII ilə işləyir. Envarchar isə Unicode ilə işləyir. Burada mütləq bütün hərflər var. Çincə, dediyim kimi və sair başqa məlumatlar yazmaq olur. Burada biz verilənə əlavə edəndə, məsələn, burada Məhəmməd yazmırıq. N Məhəmməd yazırıq ki, yəni ələri də tanısın. N dırnaq başlayın. Məhəmməd bu şəkildə yazırıq ki, tanısın. Bu qədər demək olar ən çox istifadə olunan verilənlər tiplərimiz bunlar idi. Yenə dediyim kimi gələcək videolarda başqa bir verilən tipi qarşımıza çıxanda onları da izah eləyəcəm. Tarix verilənlərin özüm izah etmədim indidən. Bayaq videonun başında dedim. Tarix sorğuları verəndə orada izah eləyəcəm başlanğıcda, sonra tarix sorğularını edərik. Gəlin bir məsələn kiçik bir table yaradaq. İndi bu dediklərimizə uyğun olaraq bir dəqiqə bu dırnağını qoyum. Aha. Deməli, düşünək nə yaradaq? Gəlin belə bir şey yaradaq. Create table. Gəlin bundan böyük yazaq. Böyük yazanda daha səhv gəlir görsən. Create table name. Bu bizim strukturumuzda. Burada artıq ad yazmıram. İstəsəz məsələn student, nə bilim, adnusu falan ürək istəyən şey yaza bilərsiniz. Bu sadəcə bir izah etmək üçündür. Deyək bizim gəlin elə biz də student yazaq. Aydın olsun. Student. Sonra biz möhtərizəmizi açırıq. Həm açaq. Bağlayaq. Dur, belə eləyək. Deməli, bizdə əvvəlcə nə olacaq? Studentin ID-si olar birinci. Student ID. Int yazırıq. Bayaq dedim sizə, ID-lər int-lə yazırıq. Int prime 2 ya da prime 2 yazaq mı? Yazmayaq, bundan sonra izah edərəm, yazarıq. Ya da yazaq prime 2. Yəni əsas əsər deməkdir burada. Bu
cədvəlin əsas açarıdır. Bunlar haqqında danışacağıq. Sonra studentin adı olar, student name. Name. Deməli, bayaq dediyimiz kimi varçarla, n varçarla yazacaq ki, ə hərfi falan da ola bilər. Student n varçar maksimum 20 götürsək bəsdir. Yəni 20-dən uzun ad olmayacaq ki, maksimum 10 ola bilər. Ya biz 20 götürürük, onsuz da burada bir fərqi yoxdur. Özünüz bilirsiniz. Məsələn, 10 hərfli olsa da 10 yer tutacaq, 12 hərfli olsa 12. Yəni 20-nin qorxusu yoxdur ki, 20 yer tutmur. Vergül. Deməli, student last name yazaq burada. Yenə bunu buradan kopyalayacağam. Aha. Sonra fin kod qoyacaq. Student fin yazaq. Fin. Aha, burada char 7 yazacaq. Bayaq dediyimiz kimi char 7 simvol saxlayır. Sonra nəyimiz qaldı? Məsələn, gəlin student aktivliyi yazaq. Aktiv. Buna da bit yazaq. Bu qədər. Yəni istifadə hissəsini də göstərdim. Gələcəkdə məsələn digər dərslərimizdə bir dənə yaxşı bir cədvəl yaradıb onu da işlədərik. Data tiplər haqqında bunları hələlik bilsəz bəs edər. Sağ olun. Görüşənədək.